Mən necə müəyyən edim ki, mən İmam Zamanın qədrini bilirəm, yoxsa yox? Bir dənə yol deyim sizə. Bax gör İmam Zamanın işini öz şəxsi işindən üstün bilirsən ya yox. Əgər İmam Zamanın işini saxlayıb zuhur üçün lazım olan işləri ikinci dərəcəli hesab edib öz şəxsi işləri və imamın işlərindən qabağa salırsansa, İmam qədri bilmirsən. Gücüvü, enerjivi, puluvu, elmivi, hər nəyin varsa onu İmam Zamanın zuhuru üçün lazım olan işlərə sərf eləmək. Nəinki 10 nəfər çağır, gündə evində məsələn ət yeyən, tox adamları çağır, bunlara bir dənə ehsan süfrəsi ver, adına qoy Əli süfrəsi, İmam Hüseyn ehsanı filan. Bəlkə də bu da hardasa lazım olur, amma elə işlər görək ki, bəlkə də biz illərlə onu verməyə ehtiyacımız yoxdur. Bəlkə onun pulunu başqa bir yerə istifadə eləmək lazımdır. İmam Zaman istəyən işləri tapıb görmək, onda sən İmam Zaman qədri bilə bilərsən.